Tech Pro kanalından hamınıza salam. Bu videoda Samsung Galaxy Z Fold 8 Ultra adlı qatlana bilən bir telefon incələyirik və dizaynla başlayaq. Bu videoda dostlar, telefonun mənfi və müsbət cəhətlərini və prosesor haqqındakı məlumatları sizə verəcəm videonun irəliləyən dəqiqələrində. Odur ki, yəni izləmədə qalın, dəyərli bir video olacaq sizin üçün, almaq istəyənlər üçün təbii ki. Və biraz dizaynla danışaq, əlimizdə olan imkanlar daxilində. İncə çərçivələri və güclü kameralarını görmək mümkündür. Hansı ki, bu kameralar olduqca gecə və gündüz fotoqrafiyasında çox üstündür və ekranı görmək mümkündür. Burada olduqca keyfiyyətli bir Super AMOLED-dən istifadə olunub. AMOLED LTPO bir texnologiyası olmalıdır burada, səhv eləmirəmsə. Birazdan baxasıyıq. Yəni, olduqca da gözəl görünüşə sahibdir. Təbii ki, də bu yəni yüksək səviyyə bir telefondur. Yəni, prosesoru da çox yüksək dərəcədə güclüdür. Birazdan onun haqqında danışasıyıq. 5G-ni dəstəkləyir təbii ki də. Burada da qeyd olunduğu üzrə dostlar, telefonumuz 5G-ni dəstəkləyir və yeni bir telefondur. İyulun 22-sində anons olunmuşdur və 215 qram çəkimiz var. Və dostlar, yəni Victus 3 ilə qorunur və Ceramik 3 çox yüksək səviyyəli qoruma deməkdir. IP48 sertifikatı mövcuddur dostlar. Bu da su altı dayanıqlığı artırmaq üçün nəzərdə tutulmuş bir sertifikatdır. Hansı ki, həqiqətən telefon qorunaqlıdır bu barədə. Bəli, burada LTPO AMOLED-dən istifadə olunub və 120 Hz-lik HDR10+ bir ekrandır. 3000 nit maksimum parlaqlığa çıxır və bu ekran 2256-nın 2504-dədir və 422 ppi-lıq piksel sıxlığına malikdir. Və bu telefon dostlar, yəni çox güclü bir prosesorla təchiz olunmuşdur. Bu da Snapdragon 8 Elite Gen 5-dir, 3 nanometrlik prosesordur. Hansı ki, bu prosesor dostlar gündəlik işlər üçün çox ideal olmaqla yanaşı yüksək yapay zəka, yəni süni intellekt dəstəyini özündə birləşdirir və o süni intellekt oyun imkanları ilə çox önə çıxmış bir prosesordur. 3 nanometrlikdir və 3-cü nəsil Qualcomm Oryon arxitekturasından istifadə edir. Burada yəni hexagon əvvəlki nəsildən 37% daha yüksək performans, əvvəlki nəsildən 37% daha yüksək performans səviyyəsidir. Bu da yeni nəsil Adreno 840 ekran kartı ilə mövcuddur. Mümkündür. Bu da sizə yüksək oyun performansı sizə vəd eləyir və bu telefon yəni çox güclü performansı var. Və 200 megapiksellik kamerası, 10 megapiksellik telefoto, 50 megapiksellik ultra geniş kameraları çox gözəl şəkillər çəkir. Və dostlar, optik zoom-u da dəstəkləyir və bu telefon 120 fps 8K video çəkərkən 1080p 240 fps video çəkir. Ön kameramız 10 megapikseldir dostlar və bu telefonun kamerası həqiqətən ön tərəfdən də yaxşıdır. 4K 60 fps video çəkir və 1080p 60 fps də video çəkir. Burada da qeyd olunmuşdur, baxın. Və dostlar, cüt dinamika malikdir. Yəni bu telefon yüksək səviyyəli telefon olduğu üçün burada cüt dinamikdən istifadə olunaraq qulaqçıq girişindən ləğv olunmasını gətirib çıxarılmışdır. Çünki incə, yəni özlüyündə bu qatman olsa da, qatman incə bir telefondur bu. Yəni qatmanlarından söhbət. USB Type-C 3.2 OTC dəstəklidir təbii ki də. Mouse kimi istifadə etmək mümkündür, yəni mouse da qoşmaq olur. Və dostlar, indi bu telefonun birazdan müsbət cəhətləri haqqında danışacağıq və biraz barmaq izindən də danışaq. Barmaq izi telefonun yan hissəsində yerləşdirilmişdir. Hansı ki, bunu ekranın içində də eləmək mümkün ola bilərdi. Bilmirəm, Samsung nə üçün belə bir şey eləyir. 5000 mAh-lıq balaca batareyadan istifadə olunub. Bilmirəm, niyə Samsung tərəfi bu batareyadan istifadə eləyib. Lakin bu batareya 45 Watt-lıq enerji yığımını dəstəkləyir. Bu da yarım saatda 65-67% civarına gətirib çıxarır. Və özəl texnologiyadan istifadə edib və simsiz zaryadkanı dəstəkləyir telefon. Yəni bunun üçün özəl bir aparatdan istifadə etməlisiniz. Və dostlar, telefonun yüksək performansını sizə göstərən nüanslardan biri də Antutu Benchmark xalıdır. Bu da 3.740.056 xal göstərir. 3.074.056-dır, yoxsa 700? Nəysə, yüksək 3 milyondan da yuxarı paşdır. Yəni bu 11-ci versiya Antutudur. Və yüksək, burada görmüş olduğunuz kimi istilik dərəcəsi yüksəlik deyil. Hətta bateriyası da 4% aşağı düşmüşdür. Bu da yəni o qədər də pis deyil, hətta çox yaxşı bir nəticədir. Telefonun müsbət cəhətləri haqqında danışaq. 200 megapiksellik kamerası flagmansik kameradır və bu olduqca gözəl linzaların istifadə olunaraq istehsal olunmuşdur və böyük 8 düymlü ekrana multitasking üçün də çox əlverişlidir də, yəni bunun üçün yəni bir ekrandan multitasking elə bir çox proqramı indirə bilirsiniz. Çox güclü performansa haqqını vermək lazımdır. Həqiqətən çox güclü performans. Bunun müsbət cəhətidir. Mənfi cəhətləri isə dostlar, həqiqətən telefon çox bahalıdır.
Qalın qoruyucu örtü ilə istifadə edildikdə bir qədər çətinlik yaradır. İri hiss yaratır. O da yəni nə bilim, o qatlana bilən telefonların mənfi cəhətidir və qatlana bilən adi ekran telefonlardan daha həssasdır və diqqətli istifadə edilməsi tələb edilir. Çünki burada yəni orta hissəsi bunun başqa bir materialdan istifadə olunur, istehsal olunur. Ümumiyyətlə Samsung Galaxy Z Fold 8 hazırda bazardakı ən güclü qatlana bilən Android telefonlardan biri hesab olunur və məhsuldarlıq kamera və premium təcrübə istəyən istifadəçilər üçün nəzərdə tutulmuşdur. Yəni sıradan bir telefon deyil, ən güclü qatlana bilən telefonlardan hal-hazırda və yeni telefondur bu. Və videodan bu qədər. Yəni telefon haqqındakı bütün məlumatları sizə verdik dostlar, əlimizdəki necə deyək, yəni əlimizdəki resurslarla. Və videonun axırına gəldik. Bu videodan bu qədər dostlar. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videoya like ataraq kanala da abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.